Xums, düzdür, Quran qeyd eləyir. Kimlərə verilməlidir? Allaha, onun rəsuluna, imamın payı, onun qohumlarının payı, yetimlər, miskinlər və çarəsiz insanlara. Amma günümüzdə xums verilməlidir mərcəyi təqlidlərə və yaxud da onların vəkillərinə. Və o pulun da xumsun təsərrüfündə də həmçinin onlardan icazə alınmalıdır. Ona görə də bu xums məsələsi çox önəmli bir məsələdir. Haqqa, halala, harama çox güclü şəkildə itaət eləyən müttəqi qardaşlarımız çalışın bu videoyu bir-birinizə ötürün və ən azından bu videoyu ötürməsəniz də qardaşlara çatdırın ki, xums vermək vacibdir, labuddur, gərəkdir ki, nədir? Xums verək və xumsumuzu hesablayaq ki, ta bizim mayamız halal olsun, çörəyimiz halal olsun və Allah qarşısında alnı ağ olay. Esselamu aleykum cəmiyyən və rəhmətullahi